Salam. İstanbulda tutulan 70 kiloqram qızılımızın söhbətini və bununla bağlı açılan cinayət işini axı Prezident İlham Əliyev öz nəzarətinə götürmüşdü ki, dürüst araşdırılsın. Kimlər günahkardır, cinayət tərkibindədir, onlar tutulsunlar, həbsə məhkum edilsinlər. Bəs Dövlət Təhlükəsizlik Xidməti İlham Əliyevin nəzarətində olan bu işə niyə belə baxdı? Niyə prezidentlərinin papağını yerə soxdular? 6 il həbs cəzası verdilər Qəhrəman Məmmədova, diplomat, hansı ki o 70 kiloqram qızılın kuryeri idi, daşıyıcısı idi. Diplomat olduğuna görə düşünürdülər ki, ona toxunmazlar. Çünki toxunulmazlığı var, yoxlanışsız keçir. Bəs bu qızılların sahibi kimdir? Dövlət Təhlükəsizlik Xidməti pul alıb onun adını bu cinayət işindən çıxartdılar. Hansı ki, həmən qızılların sahibi bu şəxsdir. Əsl qaçaqmalçı, qaçaqmalçılıqda adı keçən, Dubayda, Azərbaycanda, Türkiyədə qızıl mağazaları olan, qızılın normal satışından o qədər də pul qazanmayıb, qaçaqmalçılığından milyonlar, 10 milyonlar fırladan Fərid Rızabəyov niyə həbs olunmadı? Əli Nağıyev, prezidentinə belə hörmət edirsən, onun qarşısında 5 qat əyilmək ona hörmət deyil, onun sözünü yerinə yetirmək, sözünü yerə salmamaqdır ona hörmət. Tüpürüm sizin hakimiyyətinizə. O hakimiyyətə ki, onun başında sözü eşidilməyən, nəzarətində olan bir iş vozduxa çevrilən hakimiyyətə. DTX-da bir qeyrətli general yoxdur ki, bu işə nəzarət eləsin ki, axı prezidentimiz söz vermişdi, Türkiyə qarşısında da öhdəlik var, beynəlxalq bir məsələdir bu. Diplomatın özünə 6 il iş verdilər, hansı ki, 10 ildən daha çox işə məhkum edilməlidir o. Amma bu qızılların sahibini soruşan olmadı. Nə qədər pul verdi hakimlərə? İndi apellyasiya məhkəməsi olacaq həmən işin. O apellyasiya məhkəməsində də yəqin ki, pullar veriləcək, DTX bir tərəfdən təzyiq göstərəcək ki, orada Fərid Rızabəyovun adı keçməsin. Mənim bu araşdırma videolarıma bunların başlarına daş düşür həmən videolarım və sildirməyə çalışırlar, şikayət atırlar. Videolarımı şikayət atıb sildirməyə çalışmayın. Prezidentinizin, hörmət etmədiyiniz prezidentinizin sözünü salmayın yerə. Axı nəzarətə götürmüşdü. Gülürəm, millət də gülürsünüz və tüpürür sizin sifətinizə bu etdiyiniz yaramazlığa görə. Niyə Altay Həsənov dayanıbdı Fərid Rızabəyovun arxasında? Mən Fərid Rızabəyovun özündən, ailəsindən də müsahibə almaq istəyirəm, açıqlama almaq istəyirəm, mövqeyini öyrənmək istəyirəm, dərc etməyə də hazıram. Nəyə görə videolarımı sildirməyə çalışırsınız? Heç sildirə də bilmirsiniz, bir qələt də eləyə bilmirsiniz, eləyə bilmərsiniz. Fərid Rızabəyov nə qədər pul töksən də o hakerlərinə, o cinayətkar qruplarına yenə gündəmdədir, yenə danışıram. Mən əgər sizin mənim videolarımı sildirməyinizdən qorxmuş olsaydım, bir daha video çəkməzdim, danışmazdım ki, videomu sildirirlər, YouTube kanalıma ziyan gəlir və kanalım bağlana bilər. Görürsünüz, nə kanal bağlanır, nə video silinir, nə qədər qələt eləsəniz də heç bir şeyə nail ola bilmirsiniz. Əksinə daha artıq videolar yayımlanır. Dediyim kimi, mövqeyini dərc etməyə hazıram. Yalandırsa bu söhbət, niyə videoları sildirməyə çalışırsan ki? Yalandırsa videoları sildirmə də, çıx, mövqeyin dərc olunsun. Sənə əgər təsir etmirsə, əksinə sən və məhkəmədə DTX-da oturanlar mənə gülərlər ki, bu yalan söhbət eləyir, qoy elə danışsın, özünü biabır eləsin. Deməli, dediklərim düzdür ki, sizə təsir eləyir ki, videolarımı sildirmək istəyirsiniz də siz. Ayıb da, Azərbaycan hakimiyyətində bir dənə prezidentlərinə hörmət edən kişi, qadın yoxdur ki, deyə ki, bu qızılların sahibi kimdir? Daşıyanı budursa, sahibi kimdir? Niyə tutulmur o sahib? O bir əməliyyatda 70 kiloqram qızıl, 10 milyon manatdan çox məbləği olan bu işi görürsə,
Allah bilir illərlə nə qədər neçə 70 kiloqramlar, bundan sonra da nə qədər 70 kiloqramlar aparıb gətirib, amma kimin qızıllarını aparıb gətirib, hə? Bunu soruşan var. Hakimiyyət dürüst işləyir. Baş prokurorluq barı iş araşdırsın da, araşdırmaz axı. Çünki baş prokurorluq Paşayevlər nə edir, onu edir. Bu qızılların gerçək sahibi də arxasını diriyibdir Altay Həsənova, Mehriban Əliyevanın vitse-prezidentliyinin rəhbərinə, Ramiz Mehdiyevdən sonra boz kardinal olan Altay Həsənova deyib dolaşan yoxdur. Kül olsun sizin prezidentinizin başına ki, hörmət etmir millət ona. Ona görə kül olsun ki, siz onu sözünü yerinə salırsınız, nəzarətində olan işi zibilə çevirirsiniz. Daha artıq nə deyim? Bu sözləri də eşidirsiniz və faktı da görürsünüz, atırsınız peysərinizə. Çünki peysər hakimiyyətsiniz siz. Gidin tutun da o Fərid Rızabəyevi. Niyə tutmursunuz? Hə? Bu cinayəti sizin hakimiyyətinizdə, məhkəmə sistemində, DTX-da dərinliyi ilə bilməyən yoxdur. Amma bilib atmışsınız peysərinizə. Bunlara da peysər hakimiyyət deyəndə xətirlərinə deyir. Niyə xətrinizə deyir? Qardaş, siz eləsiniz də, peysərsiniz hamınız. Sağ olun, prezidentlərinə, hörmətlərinə bax bunların.